Salam, hər vaxtınız xeyir olsun, dəyərli kanal izləyiciləri və əziz abituriyentlər. Bugün sizlərə yeni riyaziyyat 2025 ikinci hissə test toplusunda ədədi ardıcıllığın limiti mövzusunda olan test tapşırıqlarının izahını sizinlə paylaşacağım. İzaha keçməzdən əvvəl sizə bir elanı xatırladım ki, həm buraxılış, həm blok imtahanlarına hazırlıq dərslərimiz mövcuddur onlayn şəkildə. Dərslərlə bağlı ətraflı məlumat almaq üçün aşağıda qeyd etdiyimiz nömrə ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. Vaxt itirmədən keçək sualların izahına. Başlayaq birinci sualla. Birinci sualda yazılıb ki, limit n yaxınlaşanda sonsuzluğa kəsin sürətində kök altında 5n kvadratı üzərinə gəlinsin 3, üzərinə gəlinsin 6, məxrəcində isə kök altında 45n kvadratı çıxılsın 3, üzərinə gəlinsin 5. Limitini hesablamalıyıq. Deməli, gəlin sağ tərəfdən yazaq. Limit n yaxınlaşanda sonsuzluğa kök altında 5n kvadratı üzərinə gəlinsin 3, daha sonra üzərinə gəlinsin 6, bölünsün kök altında 45n kvadratı çıxılsın 3, üzərinə gəlinsin 5. Uşaqlar, bu cür limitləri hesablayarkən, yəni limit n yaxınlaşanda sonsuzluq şərtində bu cür ifadələrin limitlərini hesablayarkən biz bu kəsin sürətini və məxrəcini n-ə bölməliyik. N-ə bölməliyik. Nəticədə alınacaq, indi uşaqlar, təbii ki, burada kök altı ifadəni n-ə böləndə, o kökün altına daxil edəndə n kvadratına bölmüş olarıq. Ona görə mən yazacağam ki, bərabərdir. Limit n yaxınlaşanda sonsuzluğa kök altı ifadələr artıq n kvadratına bölünəcək. Yəni 5n kvadratı bölünsün n kvadratı, üzərinə gəlinsin 3 bölünsün n kvadratı. Daha sonra kökü bağlayarıq. Burada məxrəcdə də kök altında 45n kvadratı bölünsün n kvadratı, çıxılsın 3 bölünsün n kvadratı. 6 isə 6-nı sürətdə qalan 6-nı isə n-ə bölməliyik. Çünki biz kəsin sürətini və məxrəcini n-ə bölürdük. Üzərinə gəlinsin 5 bölünsün n. Bu şəkildə belə bir funksiya yaranır. Bu da olacaq limit n yaxınlaşanda sonsuzluğa kök altında 5n kvadratını n-ə böləndə 5 edir. 3 bölünsün n kvadratı ifadəsi isə n-in sonsuzluğa yaxınlaşması şərti daxilində 0-a yaxınlaşır. Ona görə 5 üzərinə gəlinsin 0 olur. Bölünsün məxrəcdə də kök altında 45n kvadratını n kvadratına böləndə 45, çıxılsın 3 bölünsün n kvadratı ifadəsi də n sonsuzluğa yaxınlaşanda bu 0-a yaxınlaşır. Və kökü bağlayıb üzərinə gəlinsin. Burada 6 bölü n ifadəsi də 0-a yaxınlaşır. 5 bölünsün n ifadəsi də 0-a yaxınlaşarsa. Olacaq limit n yaxınlaşanda sonsuzluğa kök altında 5 bölünsün kök altında 45. Və bunları bir kök altında yazanda kök altı 9'da 1 eləyir. 9'da 1'dən də kök 3'də 1 çıxır. Birinci sualda doğru cavabımız olacaq E variantı. Davam edək növbəti ikinci sualı. İkinci sualda da yenə uşaqlar biz bu kəsirin sürətini və məxrəcini n-ə bölməliyik. Amma sürətdəki o kök altı ifadənin böləndə artıq n kvadratına bölürük. Yəni kök altı işarəsi altında olan hədləri biz n kvadratına bölməliyik. Deməli, ikinci sual yazaq buradan. Bu şəkildədir. Limit n yaxınlaşanda sonsuzluğa kök altında 9n kvadratı üzərinə gəlinsin 1, çıxılsın 9, bölünsün 2. Yenə n yaxınlaşır sonsuzluq şərti daxilindədir. Biz bunun sürətini və məxrəcini n-ə bölsək, olacaq limit n yaxınlaşanda sonsuzluğa, bu dəfə birbaşa yazacağım. Kökün altı olacaq 9n kvadratı n kvadratına bölündə 9, üzərinə gəlinsin 1 bölünsün n kvadratı, daha sonra çıxılsın 9 bölünsün n, məxrəcdə də olacaq 2n bölünsün n. Və bunu hesablamalıyıq. Olur limit n yaxınlaşanda sonsuzluğa kök altında 9 bölünsün 2. Bax, belə bir ifadə olur. Çünki burada 9 bölünsün n ifadəsi n-in sonsuzluğa yaxınlaşması şərti daxilində 0-a yaxınlaşır. 2n-in də n-ə nisbəti 2 edir. Bərabər olacaq 9-dan kök 3 çıxır, məxrəcə də 2, 3 bölünsün 2, yəni 1.5. İkinci sualda doğru cavabımız 1.5 B variantı olacaq. Davam edək növbəti üçüncü sualla. Üçüncü sual bu şəkildədir. Yazıb ki, limit n yaxınlaşanda sonsuzluğa, kök mötərizədə kök altında n kvadratı üzərinə gəlinsin n, çıxılsın n. Bunun limitini hesablamalıyıq. Deməli, bu ifadənin limitini hesablamalıyıq. Uşaqlar, bunun limitini hesablamaqdan ötürü gəlin əvvəlcə bunun sürətini və məxrəcini bu ifadənin qoşmasına vuraq. Yəni kök altında n kvadratı plus n plus n-ə vuraq. Bu bərabər olacaq
limit en yaxınlaşanda sonsuzluğa, limit en yaxınlaşanda sonsuzluğa sürətdə olacaq nə? Bircə dəqiqə bunu biraz sağ tərəfə sürüşdürək. Sürətdə olacaq deməli kök altında n kvadratı plus n minus n vurulsun kök altında n kvadratı plus n qoşmasına vurulur. Təbii ki, məxrəcə də kök altında n kvadratı üzərinə gəlinsin n plus n yaranır. Bu da bərabər olur limit en yaxınlaşanda sonsuzluğa. Kəsin sürəti müxtəsər Ruma düsturuna görə a minus b a plus b-dir. Yəni kök altında n kvadratı plus n-in kvadratı çıxılsın n kvadratı. O da olur n kvadratı üzərinə gəl n çıxılsın n kvadratı. Məxrəcdə də kök altında n kvadratı üzərinə gəlinsin n, üzərinə gəlinsin n ifadəsi qalır. Olur limit en yaxınlaşanda sonsuzluğa. Sürətdə n kvadratları islah olunur. N bölünsün kök altında n kvadratı üzərinə gəlinsin n plus n. Belə bir ifadə alınır. Davam eləsək, buradan olacaq, indi bunun sürətini və məxrəcini mən n-ə bölməliyəm. Olacaq limit en yaxınlaşanda sonsuzluğa, sürətdə 1 olur təbii ki. Məxrəcə də kökün altında olur 1 üzərinə gəlinsin n bölünsün n kvadratı və üzərinə gəlinsin n bölünsün n. Bu da bərabər olur uşaqlar limit en yaxınlaşanda sonsuzluğa 1 bölünsün, məxrəcə n bölünsün n kvadratı 0-a gedir, 1 üzərinə gəlinsin 1. Bu da nəyə bərabər olur? 2-də 1-ə. Üçüncü sualda doğru cavabımız 2-də 1, yəni E variantı olacaq. Növbəti 4-cü suala baxaq. Deyir ki, limit en yaxınlaşanda sonsuzluğa kök altında 25n bölünsün, kök altında 36n üzərinə gəlinsin, kök altında 15n'in biz nə etməli limitini hesablamalıyıq. Gəlin hesablayaq. Deməli 4-cü sual. Limit en yaxınlaşanda sonsuzluğa, limit en yaxınlaşanda sonsuzluğa kök altında 25n, kök altı 25n bölünsün, kök altında 36n üzərinə gəlinsin, kök altında 15n. Bu ifadənin biz limitini hesablamalıyıq. Bərabər olacaq. Buradan uşaqlar yenə n-ə bölmə qaydasından mən istifadə edəcəm. N-ə bölüb bunun limitini hesablamaq olar. Gəlin bölək. Burada uşaqlar nə olacaq? N-ə bölsəm nə olacaq? Deməli kök altında n-ə gəlin bölək elə bunu. Kök altında n-ə bölək. Kök altında n-ə bölsək olacaq limit en yaxınlaşanda sonsuzluğa. Sürətdə olur kök altında 25. Məxrəcdə də olur kök altında 36 üzərinə gəlinsin. Kök altında nə olacaq? 15 n bölünsün n kvadrat olacaq artıq burada. Bax, belə bir ifadə. Bu da bərabər olacaq limit en yaxınlaşanda sonsuzluğa. Sürətdə 5, məxrəcə də bu ifadə 0-a yaxınlaşır. Kök altı 36. 36'nın kvadrat kökü 6'ya bərabər cavab olur 5 bölünsün 6. 6'da 5. 4-cü sualda doğru cavabımız D variantı olacaq. Növbəti 5-ci suala baxaq. Yazıb ki, limit en yaxınlaşanda sonsuzluğa şərti daxilində bu ifadənin limitini hesablayın. Deməli 5-ci sual. 5-ci sualı buradan yazacağam elə. Sual 5. Limit en yaxınlaşanda sonsuzluğa sürətdə 1 plus 2 plus 3 plus nöqtələr üzərinə gəlinsin n. Məxrəcdə də n kvadratı üzərinə gəlinsin 4n, üzərinə gəlinsin 3 ifadəsi verilib. Bu bərabər olacaq limit en yaxınlaşanda sonsuzluğa. Təbii ki, görürəm ki, kəsin sürəti 1-dən n-ə qədər olan ədədlərin cəmidir. Və o necə tapılır? 1-dən n-ə qədər olan ədədlərin cəmi n vurulsun n plus 1 bölünsün 2. Yəni onun yerinə n vurulsun n plus 1 bölünsün 2-də məxrəcə düşəcək. 2 vurulsun, məxrəc də vurğulara n plus 1 vurulsun n plus 3 şəklində ayrılır. Buradan n plus 1-ləri xısar aparandan sonra qalacaq limit en yaxınlaşanda sonsuzluğa n bölünsün 2n plus 6. Bunun limitini de hesablayarkən bunun sürətini və məxrəcini n-ə bölərəm. N-ə bölsəm olacaq. Daha sonra uşaqlar bunun sürətini və məxrəcini n-ə bölsəm olacaq limit en yaxınlaşanda sonsuzluğa 1 bölünsün 2 plus 6 bölünsün n. En sonsuzluğa yaxınlaşma şərti daxilində bu 0-a yaxınlaşır. Cavab olur 2-də 1, yəni 0.5. 5-ci sualda doğru cavabımız 0.5. Hansı variant olur? C variantı 5-də. Doğru cavab olur burada C variantı. Uşaqlar, burada 6-7-ci suallar da oxşar sualdır. Bunun sürətini və məxrəcini yenə n-ə böləcəksiniz. Kök 6 ifadəni isə n kvadratına bölmüş olacaqsınız. Yəni bu şəkildə yazarsınız.
Biz indi 8-ci suala baxaq. Görək 8-ci sualda nə yazıb. Yazıb ki, 8-də limit en yaxınlaşanda sonsuzluğa kök altında 3n plus 1 bölünsün kök altında 3n üzərinə gəlinsin 1. Belə bir ifadə verilib bizə. Bu ifadənin biz limitini hesablamalıyıq. Görək burada nə edə bilərik? Gəlin yenə bunun sürətini və məxrəcini n-ə bölək. N-ə bölsək olacaq limit en yaxınlaşanda sonsuzluğa kök altında olacaq 3n bölünsün n kvadratı üzərinə gəlinsin. Nə olacaq burada? Bu şəkildə yazsaq biz n-ə böləndə bu bizə 3n bölünsün kök altında n-ə bölək. Yəni burada kök altında n-ə bölsək bizə nəyi verəcək burada? Əvvəlcə uşaqlar gəlin bunu belə eləyək. Bunun sürətini və məxrəcini məxrəcin qoşmasına vuraq. Sürətini və məxrəcin qoşmasına vuraq. Məxrəcin qoşmasına vursaq olacaq limit en yaxınlaşanda sonsuzluq şərti daxilində kök altında 3n plus 1 vurulsun kök altında 3n minus 1. Məxrəcdə də qoşması olacaq olduğuna görə olacaq kök altı 3n'in kvadratı. Yəni 3n çıxılsın 1. Bu şəkildə. Bunu biraz sadələşdirsəm limit en yaxınlaşanda sonsuzluğa sürəti vurub açanda olur kök altı 9n kvadratı üzərinə gəlinsin 3n və çıxılsın kök altında 3n plus 1. Məxrəcdə də 3n minus 1 ifadəsi var. İndi bunun sürətini və məxrəcini n-ə bölsəm olacaq limit en yaxınlaşanda sonsuzluğa kök altında 9 çıxılsın 0 bölünsün 3. Bu da bərabər olacaq 3 bölünsün 3. 3-ün də 3-ə nisbəti bizə 1 verir. Deməli 8-ci sualda doğru cavabımız 1, C variantı olacaq. Növbəti 9-cu suala baxaq. Deməli burada yazıb ki, limit en yaxınlaşanda sonsuzluq şərti daxilində. Burada da uşaqlar n-ə böləcəksiniz, oxşar sualdır. N ilə 10-cu sualda da bunun sürətini və məxrəcini 10-a böləcəksiniz, cavabı ala bilərsiniz. Uşaqlar oxşar suallara baxmayacağım. 11-ci sualda da baxın, sürətini və məxrəcini n-ə bölməklə ala bilərsiniz bu cavabı. Gəlin 12-ci suala baxaq. Yazıb ki, limit en yaxınlaşanda sonsuzluğa oxşar sualları özünüz də yaza bilərsiniz. Yəni limit en yaxınlaşanda sonsuzluğa mötərizədə 3 çıxılsın 5 bölünsün 2. Uşaqlar orta məxrəc tapsaq olacaq limit en yaxınlaşanda sonsuzluğa 2n-də 6n çıxılsın 5. İndi bunun sürətini və məxrəcini n-ə bölsəz olacaq limit en yaxınlaşanda sonsuzluğa 6 çıxılsın 5 bölünsün n bölünsün 2. 5 bölünsün n ifadəsi en sonsuzluğa yaxınlaşma şərti daxilində 0-a yaxınlaşır. Olur 6 bölünsün 2, doğru cavab 3. 12-ci sualda doğru cavabımız D variantı olacaq. 13-cü sualda oxşar sualdır. Baxaq. 14 də oxşardır. Orta məxrəc tapacaqsınız. 15 də eyni ilə oxşar sualdır. Orada cavab olacaq 1. 15-də doğru cavab A variantı olacaq. 16-cı suala gəlin baxaq. Deməli 16-cı sualda yazıb ki, limit en yaxınlaşanda sonsuzluğa 3n minus 1 bölünsün kök altında n kvadratı üzərinə gəlinsin 3. Bunun sürətini və məxrəcini n-ə bölsəm olacaq limit en yaxınlaşanda sonsuzluğa 3 çıxılsın 1 böl n kök altında 1 plus 3 bölünsün n kvadratı olacaq. En sonsuzluğa yaxınlaşma şərti daxilində burada 1 bölünsün, yəni 0-a yaxınlaşır. Məxrəcdəki kökün altında bu ifadədə 0-a yaxınlaşır. Olur 3 bölünsün 1, doğru cavab 3 olur. 16-cı sualda doğru cavabımız B variantı olacaq. 17 də oxşar sualdır. 18-də də uşaqlar n-ə böləcəksiniz. Burada doğru cavab 5-də 2 olacaq A variantı. 19-da da n-ə böləndə deməli bu gedir 0-a, bu da gedir 0-a. Bunlar da n-lər xısar olunur. 3 böl 1, 3 olur. 19-da da doğru cavab C variantı olur. 20-ci suala baxaq. Burada da uşaqlar deməli n-ə böləndə gəlin yazaq sual 20. Limit en yaxınlaşanda sonsuzluğa n-ə böləcəm birbaşa yazım olacaq n böl n üzərinə gəlinsin 2020 böl n məxrəcdə də olacaq n böl n çıxılsın 2020 böl n. En sonsuzluğa yaxınlaşma şərti daxilində burada 2020 böl n-lər 0-a yaxınlaşır. Olur 1 bölünsün 1, doğru cavab 1 olur. 20-ci sualda doğru cavabımız A variantı. Eyni də 21-ci sualda da burada n-ə bölərik. Olacaq 2020 bölü 2020 C variantı 21-də. Doğru cavab C variantı olacaq. 22-ci sualda isə uşaqlar burada artıq n üstü 4-ə bölərik. N üstü 4-ə. Bax bu 22-ni gəlin yazaq. Limit
En yaxınlaşanda sonsuzluğa 3n kvadratı üzərinə gəlinsin 2 bölünsün məxrəcdə n üstü 4 üzərinə gəlinsin 1. Burada isə artıq bunun sürətini və məxrəcini n üstü 4-ə bölməlisiniz. 3n kvadratını n üstü 4-ə böləndə n üstü 4-ə bölsə uşaqlar sürətli olacaq 3n kvadratı bölünsün n üstü 4 üzərinə gəlinsin 2 bölünsün n üstü 4 məxrəci də olacaq n üstü 4 bölünsün n üstü 4 üzərinə gəlinsin 1 bölünsün n üstü 4. Yəni burada məsələ nədir uşaqlar? Qüvvəti böyük olana bölmək lazımdır. İndi olacaq limit en yaxınlaşanda sonsuzluğa sürətli olur 3 bölünsün n kvadratı üzərinə gəlinsin 2 bölünsün n üstü 4 məxrəcdə də olur 1 üzərinə gəlinsin 1 bölünsün n üstü 4. En sonsuzluğa yaxınlaşma şərti daxilində sürətdəki hər bir ifadə sıfıra yaxınlaşır deyənə bu ifadəmizin də cavabı sıfıra bərabər olacaq. 22-ci sualda doğru cavab C variantı. 23-də uşaqlar n kvadratına böləcəksiniz. Burada doğru cavab 0 olacaq. Yəni çünki sürət hər biri sıfıra yaxınlaşır deyənə burada D variantı olacaq. 24-də də bu dəfə n kubuna bölürsüz. Yenə sürət 0 olur. Sürət 0 olur deyənə kəsin qiymət də sıfıra bərabər olacaq. 25-də n kvadratına bölürsüz. 5 bölü 1 eləyir. 5-in də 1-ə nisbəti 5 eləyir. 25-də doğru cavab D variantı. 26-da sürətini və məxrəcini n kvadratına böləcəksiniz. 7 bölünsün 1 eləyir. Mənfi 7 bölünsün 1. O da mənfi 7-yə bərabər olur. 26-da da doğru cavabımız A variantıdır. 27-də uşaqlar qüvvəti böyük olana n kubuna böləcəksiniz. Gəlin 27-ni sağ tərəfdə yazacaq. 27. N kubuna böləndə olur limit n yaxınlaşanda sonsuzluğa 7 üzərinə gəlinsin n kvadratı bölünsün n kubu. Üzərinə gəlinsin 1 bölünsün n kubu. Məxrəcdə də olur n kubu bölünsün n kubu. Üzərinə gəlinsin 3n bölünsün n kubu. Üzərinə gəlinsin 8 bölünsün n kubu. En sonsuzluğa yaxınlaşma şərti daxilində bunlar hər biri sıfıra yaxınlaşır. 7 bölünsün 1 qalır. Doğru cavab 7. 27-ci sualda doğru cavabımız C variantı olur. Növbəti 28-ci suala baxaq. Uşaqlar, təbii ki, əvvəlcə orta məxrəcə gətirməliyik. Daha sonra sual 28. Limit n yaxınlaşanda sonsuzluğa mötərizədə n kvadratı bölünsün n plus 3-də birbaşa orta məxrəc eləyəcəm. Çıxılsın n kvadratı, çıxılsın 3n olur. Burada olur limit n yaxınlaşanda sonsuzluğa sürətli n kvadratlar islah olunur. Mənfi 3n bölünsün n plus 3. Daha sonra bunun sürətini və məxrəcini 3-ə bölsəm olur. Daha doğrusu n-ə bölsəm limit n yaxınlaşanda sonsuzluğa mənfi 3 bölünsün 1 plus 3 bölü n olur. Bu sıfıra yaxınlaşır. Mənfi 3-ün də 1-ə nisbəti mənfi 3 eləyir. 28-də doğru cavabımız olur E variantı. Növbəti 29-cu sualda da oxşar sualdır. 30-cu sualda da uşaqlar oxşar sualdır. Orta məxrəci gətirəcəksiniz və hesablayacaqsınız. 31-ə baxaq. 31-ci sualda uşaqlar orta məxrəc eləsək limit n yaxınlaşanda sonsuzluğa 3n-də mənfi 1 üstü n üzərinə gəlinsin 15n olur. İndi uşaqlar, burada mənfi 1 üstü n təbii ki, tək cüt ədəd olmasına asılı olaraq müsbət və ya mənfi 1 ola bilər bunun qiyməti. Ona görə yazacağım limit n yaxınlaşanda sonsuzluğa plus minus 1 üzərinə gəlinsin 15n bölünsün 3n. Bunun sürətini və məxrəcini n-ə bölsəm olacaq limit n yaxınlaşanda sonsuzluğa müsbət mənfi 1 bölünsün n üzərinə gəlinsin 15 bölünsün 3. Təbii ki, bu n sonsuzluğa yaxınlaşma şərti daxilində sıfıra yaxınlaşır. 15-in də 3-ə nisbəti bizə 5-i verir. 31-ci sualda doğru cavab B variantı olacaq. Növbəti 32-ci suala baxaq. Burada uşaqlar sürəti n kvadratına, məxrəci isə n-ə böləcəksiniz. Yəni kökaltı ifadələri n kvadratına böləcəksiniz. Olur 2 böl 5. Yəni 32-ci sualda doğru cavabımız A variantı olacaq. Davam edək növbəti 33-cü çalışma ilə. Deyir ki, limiti hesablayın. Burada uşaqlar məxrəci kökaltı ifadələri n kvadratına böləndə gəlin yazaq. Limit n yaxınlaşanda sonsuzluğa sürəti n-ə bölərəm. Olacaq 2 çıxılsın 7 bölü n. Məxrəcdəki kökaltı ifadələri n kvadratına böləcəm. 9 çıxılsın 6 bölü n üzərinə gəlinsin 4 bölək n kvadratı. Burada uşaqlar sürətdə 7 bölünsün n sonsuzluğa yaxınlaşma şərti daxilində sıfıra yaxınlaşır. Bunlar da sıfıra yaxınlaşır. Olur 2 bölünsün kök altı 9. Yəni 2 bölünsün 3. 33-cü sualda doğru cavabımız E variantı olacaq. Növbəti 34-cü suala baxaq. Yazıb ki, uşaqlar 34-də. Deməli, limit n yaxınlaşanda sonsuzluğa xn bərabərdir 3-ə. Limit n yaxınlaşanda sonsuzluğa
yn isə bərabərdir 1-ə. Bizdən indi bu ifadənin qiymətini tapmaq tələb olunur. Limit n yaxınlaşanda sonsuzluğa 5xn çıxılsın 2y-n, çıxılsın 2y-n. Uşaqlar biz bilirik ki, bunu bu şəkildə yaza bilərik. Limit n yaxınlaşanda sonsuzluğa 5 dənə xn çıxılsın limit n yaxınlaşanda sonsuzluğa 2 dənə yn. Düzdürmü? İndi limit n yaxınlaşanda sonsuzluğa bizə burada 5 qarşıya çıxacaq, olacaq bu şəkildə yazacaq. 5 vurulsun limit n yaxınlaşanda sonsuzluğa xn çıxılsın 2 vurulsun limit n yaxınlaşanda sonsuzluğa yn. X'nin və y'nin qiymətlərini yenə qoysaq, limit n yaxınlaşanda sonsuzluğa x'ni 3 vermişdi. Limit n yaxınlaşanda sonsuzluğa y'ni də 1 vermişdi. 15 çıxılsın 2 doğru cavab olur 13. 34-cü sualda doğru cavabımız B variantı olur. 35 də oxşar sualdır. 36-ya bax. Uşaqlar bu cür ifadələrin limitlərini hesablamaq üçün bayaq da buna oxşar yazılır. Sürətini və məxrəcin qoşmasına vurmalısınız. Yəni yazacağım limit n yaxınlaşanda sonsuzluğa bunun qoşması nə olacaq? Təbii ki, kök altında elə bir ki bunun plusu 2n olacaq. Düzdürmü? Yazacağım kök altında 4n kvadratı üzərinə gəlinsin n çıxılsın 2n. Bunun qoşması olacaq bunun plusu. Vurulsun kök altında 4n kvadratı üzərinə gəlinsin n. Üzərinə gəlinsin 2n. Məxrəcdə də olacaq kök altında 4n kvadratı üzərinə gəlinsin n. Üzərinə gəlinsin 2n. Sürət uşaqlar kvadratlar fərqini əsaslaşır. Yazacağım limit n yaxınlaşanda sonsuzluğa kök altında 4n kvadratı üzərinə gəlinsin n-in kvadratı çıxılsın 2n-in kvadratı, yəni 4n kvadratı. Məxrəci isə olduğu kimi saxlayacağım. Kök altda 4n kvadratı üzərinə gəlinsin n, üzərinə gəlinsin 2n. Bu da bərabər olur. Limit n yaxınlaşanda sonsuzluğa bu kökdən azad olur. 4n kvadratı üzərinə gəl n çıxılsın 4n kvadratı olur. Məxrəcdəki kök altında 4n kvadratı üzərinə gəlinsin n, üzərinə gəlinsin 2n-dir. Sürətə 4n kvadratlar islah olunur, olur. Limit n yaxınlaşanda sonsuzluğa n bölünsün, bax bu ifadə. Bu ifadəni bura köçürürəm. Daha sonra aşağıdan yazacağım ki, limit n yaxınlaşanda sonsuzluğa n bölünsün, kök altında 4n kvadratı üzərinə gəlinsin n, üzərinə gəlinsin 2n. İndi uşaqlar n sonsuzluğa yaxınlaşma şərti daxilində bunun sürətini və məxrəcini n-ə bölsəm olacaq limit n yaxınlaşanda sonsuzluğa 1 bölünsün, kök altında 4 plus 1 böl n, üzərinə gəlinsin 2. Bu da bərabər olur uşaqlar. Deməli, 1 bölünsün n 0-a yaxınlaşır. 1 bölünsün kök altında 4 üzərinə gəlinsin 2. Yəni 1 böl 4. Doğru cavab burada 36-da E variantı olacaq. Çox maraqlı bir sual idi. Bunu da yazdıq. Növbəti 37-ci suala baxaq. 37-də görə nədir? Deməli, yazıb ki, limit n yaxınlaşanda sonsuzluğa 6 vurulsun 4 üstü n üzərinə gəlinsin 1, bölünsün 3 vurulsun 2 üstü n üzərinə gəlinsin 1, çıxılsın 2 üstü n plus 1. Bunu hesablamalıyıq. Bərabər qoyuram buradan. Bərabərdir limit n yaxınlaşanda sonsuzluğa orta məxrəcə gətirsək, olacaq 3 vurulsun 2 üstü n plus 1. Sürətdə olur 6 vurulsun 4 üstü n plus 1. Çıxılsın bu 2 üstü n plus 1'i vurmalıyam 3 vurulsun 2 üstü n plus 1'ə. Bu da bərabər olacaq. İndi davam edəsək. Bu da bərabər olur. Bərabəri buradan qoyaq. Limit n yaxınlaşanda sonsuzluğa sürətli olur 6 vurulsun 4 üstü n üzərinə gəlinsin 1. Çıxılsın bu bəs nə eləyir? 3 vurulsun 2 üstü n plus 1 ilə n toplayanda 2n plus 1 və çıxılsın 2 üstü n plus 1. Bölünsün məxrəcə də 3 vurulsun 2 üstü n plus 1 ifadəsi qalır. Bərabərdir. Bunu bir qədər sadələşdirsək, nə edə bilərik? Limit n yaxınlaşanda sonsuzluğa biz uşaqlar burada deməli nə edə bilərik? 2 üstü n plus 1'i mən belə yazacağam. Gəlin bunu biraz sadələşdirək. Deməli necə sadələşdirə bilərik? 6 vurulsun 4 üstü n-i. 6 vurulsun 4 üstü n ilə 3 vurulsun 2 üstü 2n kimi yazmaq olar da. Baxın uşaqlar, burada belə olacaq. Deməli, 6-nı 2 vur 3 kimi yazanda 3 vur 2 kimi. Bu da 2 üstü 2n deməkdir.
Üstünə gəl 1, çıxılsın 3 vurulsun 2 üstü 2n plus 1. Bir də çıxılsın 2 üstü n plus 1. Düzdürmü? Bölünsün məxrəci də olduğu kimi saxlayıram. 3 vurulsun 2 üstü n üzərinə gəlinsin 1. Bərabərdir. Davam eləsəm. Burada uşaqlar fikir verin, bu ifadələr islah olunur. Bu ifadələr islah olunur. Çünki ikisi də eyni ifadədir. Qalır limit n yaxınlaşanda sonsuzluğa 1 çıxılsın 2 üstü n plus 1 bölünsün 3 vurulsun 2 üstü n üzərinə gəlinsin 1. Və daha sonra bunu necə yazmaq olar? Bunu biraz da sadələşdirəm mən uşaqlar. Diqqətli olun. Limit n yaxınlaşanda sonsuzluğa bunu yazıram 1 çıxılsın 2 üstü n vurulsun 2 kimi. Vurulsun 2 kimi. Bölünsün məxrəci də olduğu kimi saxlayıram. 3 vurulsun 2 üstü n plus 1. Daha sonra bunun sürətini və məxrəcini 2 üstü n-ə bölürəm. Olur limit n yaxınlaşanda sonsuzluğa 1 bölünsün 2 üstü n çıxılsın 2. Məxrəcdə də olur 3 üzərinə gəlinsin 1 bölünsün 2 üstü n. Burada uşaqlar n sonsuzluğa yaxınlaşma şərti daxilində bunlar 0-a yaxınlaşır. Qalır mənfi 2 bölünsün 3. Doğru cavab mənfi 3 də 2-dir. A variantı 37-də doğru cavabımız A variantı olacaq. 38 oxşar sualdır. 39-a da uşaqlar yenə nə edəcəksiniz? Bunun qoşmasına vurub böləcəksiniz. 40-cı suala baxaq. Deyir ki, limitini hesablayaq. Gəlin hesablayaq. Sual 40. Deməli, buradan yazılırım. Sual 40. Limit x yaxınlaşanda sonsuzluğa kök altında x çıxılsın 4x bölünsün 2x plus 1. Bax, belə bir ifadədir. Bölünsün 2x plus 1. İndi uşaqlar, bunun sürətini və məxrəcinin mən x kvadratına böləndə burada görə bizə nə verir? Və yaxud da nə edə bilərik bunun üçün? Deməli, kök altında x, kök altı x-ə bölsəm, kök altı x-ə bölsək bizə verəcək nəyi? Bəli, x-ə gəlin böləkdir uşaqlar. Bunun sürətini və məxrəcini x-ə bölək. Olacaq limit x yaxınlaşanda sonsuzluğa kök altında 1 bölü x olur. Çıxılsın 4. Bölünsün məxrəci olur 2 üzərinə gəlinsin 1 bölü x. İndi x sonsuzluğa yaxınlaşma şərt daxilində bunlar 0-a gedir. Doğru cavab olur mənfi 4 bölünsün 2. O da mənfi 2-yə bərabərdir. 40-cı sualda da doğru cavabımız E variantı olur. 41-də də uşaqlar məxrəcin qoşmasına vurub, sürətin qoşmasına vurub böləcəksiniz. 42-yə baxaq. 42-də uşaqlar burada n-ə böləndə bu 0-a gedəcək. Qalır kök altı 49 bölü kök altı 16 da 4-də 7-yə bərabərdir. Daha sonra 43-cü suala baxaq. Deyir ki, bunun limitini hesablayaq. Gəlin hesablayaq. Sual 43. Təbii ki, uşaqlar bunu n-ə bölməli sürətini və məxrəcini olacaq limit n yaxınlaşanda sonsuzluğa 4 olur. 4 üzərinə gəlinsin 3 bölünsün n. Sürətdə isə artıq biz kökün altında n kubuna bölməliyik. Yəni olur 8 üzərinə gəlinsin 2 böl n kvadratı çıxılsın 1 bölünsün n kubu. Uşaqlar n sonsuzluğa yaxınlaşma şərti daxilində bunlar 0-a yaxınlaşır. Olur 3-cü dərəcədən kök altı 8 bölünsün 4, düzdürmü? 3-cü dərəcədən kök altı 8 2 deməkdir. 2-nin də 4-ə nisbəti 2-də 1, o da 0.5-ə bərabər olur. 43-cü sualda doğru cavabımız 0.5. 44 də oxşar sualdır. Gəlin baxaq 45-ci suala. Görək 45-ci sualı nədir? 45-ci sualı yəni buradan yazacağam. Limit n yaxınlaşanda sonsuzluğa, uşaqlar bu 1 bölünsün 5 üstü, 5-də 1 üstü n-i mən 1 bölünsün 5 üstü n kimi yazacağam. Üstünə gəl 6n bölünsün kök altında 4n kvadratı çıxılsın 5. Bilirik ki, cəmin limitini biz limitlər cəmi kimi yaza bilirik. Yazacağım limit n yaxınlaşanda sonsuzluğa 1 bölünsün 5 üstü n üzərinə gəlinsin limit n yaxınlaşanda sonsuzluğa 6n bölünsün kök altında 4n kvadratı çıxılsın 5. Düzdürmü? Bu da bərabər olacaq. Yəni birinci ifadənin limiti bizə 0 verir. Qalır limit n yaxınlaşanda sonsuzluğa 6n bölünsün kök altında 4n kvadratı çıxılsın 5. Bunun da sürətini və məxrəcini nə böləndə olur? 6 bölünsün kök altında 4. Yəni 6 bölünsün 2. Doğru cavabımız 3 olur. Çox maraqlı sual idi. 46-cı sualda bunun sürətini və məxrəcini 3 üstü n-ə böləcəksiniz. Olacaq limit n yaxınlaşanda sonsuzluğa 1 çıxılsın 2 bölünsün 3 üstü n. Məxrəcdə də olur 2 çıxılsın 1 bölünsün 3 üstü n. Bu n sonsuzluğa yaxınlaşma şərti daxilində bunlar 0-a yaxınlaşır. Doğru cavab olur 2-də 1, yəni 0.5. 47 də oxşar sualdır. 48-də də uşaqlar ayrı-ayrılıqda
limitlər fərqi kimi baxacaqsınız. Gəlin biz 49-a baxaq. Görək 49-u necə yazmaq olar? Sual 49. Limit en yaxınlaşanda sonsuzluğa orta məxrəc 3n-dir. 3n-də nə olacaq? N plus 6 üstü n. Bunun limitini hesablamalıyıq. Düzdürmü? Bu bərabər olacaq nəyə? Limit en yaxınlaşanda sonsuzluğa. Bunu mən n plus 6 üstü n bölünsün 3n üstü n kimi yaza bilərəm. N sonsuzluğa yaxınlaşma şərti daxilində bunu biz nə etməliyik? Bunu biz uşaqlar nəyə bölməliyik? İndi burada n plus 6 üstü n bölünsün 3n üstü n kimi yazırıq. Düzdürmü? N sonsuzluğa yaxınlaşma şərti daxilində kəsin sürəti sıfıra yaxınlaşacaq. Kəsin sürətlə sıfıra yaxınlaşanda bu kəsirimin özü də nəyə yaxınlaşır? Sıfıra yaxınlaşır. Ona görə 49-da doğru cavab sıfırdır. 50-yə ayrı bayaq yazıq, gəlin yenə yazıq. Deməli, kəsin sürəti uşaqlar 1-dən n-ə qədər olan ədədlərin cəmidir. Onun tapılma düsturu n vurulsun, n plus 1 bölünsün 2-dir. Bu 2 düşür məxrəcə, 2 vurulsun. Sürət təbii ki, vurullara necə ayrılır? N kvadratı üzərinə gəlir 2n plus 5 olduğu kimi gəlin yazaq. Bu şəkildə. Yəni, cəmi -2 hasili 5 olan ədəd yoxdur. Diskriminant bərabərdir b kvadratı çıxırsa mənfi eləyir. Hə, bu belə qalsın, eyb yox. Olacaq limit n yaxınlaşanda sonsuzluğa n kvadratı üzərinə gəlinsin n bölünsün 2n kvadratı üzərinə gəlinsin 4n üzərinə gəlinsin 10. Bunun sürətini və məxrəcini n kvadratına böləndə 1 bölü 2 edir. Doğru cavab 0.5'dir. 51-də uşaqlar, 51-də orta məxrəc eləyirsiniz, o da asandır. 52-də bayaq yazdıq, bunun da cavabı 0 eləyəcək. 53. Deməli, 2 limiti hesablayın. Burada uşaqlar limitlər cəmi kimi yazanda, n sonsuzluğa yaxınlaşma şərti daxilində bu sıfıra gedir. Bax, birincinin limiti sıfıra gedir. Qalır bu. Bu da deməli 3 böl nə eləyir? N sonsuzluğa yaxınlaşanda 3 böl 4. Düzdür? 3 böl 2 daha doğrusu. 3 böl kök altında 4. O da 1,5. Bunun cavabı 1,5 olacaq. 54-cü suala baxaq. Deyir ki, ədədi silsilədə, 54-də nədir? Ədədi silsilədə A1 4, D 8-dir. Bunu hesablayın. Limit n yaxınlaşanda sonsuzluğa. Biz Sn üçün belə bir düstur bilirik. 2A1 üzərinə gəlinsin n-1D. Əslində Sn ədədi silsilənin ilk n ədədinin cəmi düsturu belədir. A1 üzərinə gəl AN bölünsün 2 vurulsun n. AN-in yerinə A1 üzərinə gəl n-1 bölünsün D yazanda olur 2A1 üzərinə gəlinsin n-1D bölünsün 2 vurulsun n. İndi bunun yerinə bunu yazsaq bölünsün 2 vurulsun n. Məxrəcə nədir? N plus 2'nin kvadratıdır. Mən bunu buradan siləcəm, davam edəcəm. Görə bizə nə verir bu ifadənin limiti? Görək. Daha sonra uşaqlar bu bərabər olacaq. Bizə A1'i 8 verib. Olur limit n yaxınlaşanda sonsuzluğa 8. D-ni də 8 verib. Üzərinə gəlinsin 8'in çıxılsın 8. Bölünsün 2 vurulsun n plus 2'nin kvadratı. Və bir də vurulsun n var. Bunu bir dənə də n-ə vurmalıyıq. Bu da bərabər olacaq. Limit n yaxınlaşanda sonsuzluğa 8n kvadratı bölünsün 2 vurulsun n kvadratı üzərinə gəlinsin 4n üzərinə gəlinsin 4. Bunun sürətini və məxrəcini n kvadratına bölsək 8 bölünsün 2 edir. 54'də doğru cavab olur 4. Doğrudur. 55 də oxşar sualdır. 56'ya baxaq. Deməli deyir ki, limitini hesablayın. Bunun limitini hesablayın. Uşaqlar, burada artıq 3-dən n-ə qədər olan ədədlərin cəmidir. 1-dən n-ə qədər onların cəminin n vurulsun n plus 1 bölünsün 2 ilə tapıldığını bilirəm. Bircə bundan 1, 2, 3'ü çıxacaqsınız. Sürəti də yazacaqsınız. Daha sonra sürətini və məxrəcini n-ə bölməklə, n kvadratına bölməklə sadələşə bilərsiniz. 57-ci suala baxaq. Deməli, bax, burada uşaqlar, birincidə nə eləyərik? Birinci ifadənin limitini hesablamaq üçün təbii ki, hər tərəfini n-ə bölürdük. Qalır 4 böl A. 4 böl A bərabər olmalıdır A böl 9'a.
Tənası kimi çarpaz vursaq a kvadratı bərabər olur 36-ya. Deməli, a-nın 2 qiyməti buradan alınır. Müsbət -6. Ən kiçik qiymət -6, ən böyük qiymət də müsbət 6-dır. Ona görə 1-ə uyğundur C-dir. Daha sonra ikincidə necə sadələşdirirdik? Bu dəfə n kvadratına bölürdüm. N kvadratına böləndə 0 eləyir. Deməli 0 bərabər olmalıdır a bölünsün 4-ə. Buradan a bərabər olur 0-a. A-nın ələ verəcək qiymət 0-a bərabər 2-yə uyğundur. A variantı. Üçüncüyə baxsaq, bunu da n kvadratına bölürdüm. A böl 5 bərabər olmalıdır 3 böl 5-ə. Buradan a da bərabər olur 3-ə. A-nın ələ verəcək qiymət 3-ə bərabərdir. 3-ə də E variantı uyğun olur. 58 oxşar sualdır. Bugünkü video izahımız bu qədər. Gələn dərslərdə görüşənədək hələlik sağ olun.